Allah şükür Paşazadə Roma papasının dəfnində iştirak edəcəyimi bilir ki, Roma papası dünyasını dəyişib. O fotolarda gördülər, göstərdilər. Onun belə tabutun altına Azərbaycan xalçası sərilib. Yəni bu fotolarda çoxlu nümayiş olunub bir çox saytlarda, yəni sosiallaşıb. İndi dünyasını dəyişib. Təbii ki, Allah şükür Paşazadə də orada iştirak etmək arzusunda olub, deyir. Roma papasının dəfnində iştirak edib etməyəcəyimi bilmirəm. Ola bilər ki, iştirak edim. Allah şükür Paşazadə deyib. Bizim media xəbər verir ki, bu sözləri APA Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx İslam Allah şükür Paşazadə deyib ki, yəni ola bilər iştirak edim, ola bilsin iştirak etməyim. Biz Roma papası üçün dua oxuyub onun ruhunu yad edirik. Papanın müsəlmanlara, Azərbaycanlılara, Azərbaycan rəhbərliyinə olan münasibəti çox yüksək idi. Həmişə prezidentimizi soruşar. Heydər Əliyev fondunun etdiyi işlərə maraqlanırdı. Papa Fransisk Heydər məscidinə gəlib. Orada bizimlə görüşüb. Yəni görüşüb, Allah şükür Paşazadə qeyd edib və bu görüş keçirib də, o da görüşdə olub. Biz ona Quran hədiyyə etdik. Və həmişə Allah şükür deyir ki, Paşazadə biz Azərbaycanlılar onun yadındayıq və daima bizimlə maraqlanır və deyir istərdim ki, onun yas mərasimində iştirak edib, amma deyir bilmirəm.